Bəli, son vaxtlar bəzi ekspertlər cəmiyyət arasında qida məhsulları ilə bağlı elmi əsası olmayan təhrif olunmuş məlumatlar paylaşırlar. Rəsmi qurumlar tərəfindən təqzib olunmasına baxmayaraq, bəzi şəxslər qarpızdan zəhərlənmə, ithal məhsullarının təhlükəsizliyi kimi məsələləri yenidən gündəmə gətirərək əsassız narahatlıq doğururlar. Qida Təhlükəsizliyi Agentliyi məsələ ilə bağlı açıqlama yayıb, izləyək. Məsələn, elə Saatlı sakininin Bakı şəhərində qarpızdan zəhərlənməsi ilə bağlı məlumatlar rəsmi olaraq təqzib edilsə də, hadisənin qida zəhərlənməsi olmadığı bildirilsə də, bəzi ekspertlər tərəfindən qarpız zəhərlənməsi halları ilə bağlı müzakirələr açılır və yanlış rəy formalaşdırılır. Eyni zamanda da ölkəmizə ithal olunan bəzi qida məhsulları ilə bağlı, o cümlədən də xarici dövlətlərdə uyğunsuzluq aşkarlanan makaron, sosiska və uşaq qida məhsulu partiyalarının ölkəmizə gətirilmədiyi və mövcud məhsulların isə təhlükəsizlik və minimum keyfiyyət göstəricilərinin tələblərə cavab verməsi, narahatlığa heç bir əsas olmadığı barədə rəsmi açıqlamalar verilsə də, təəssüf ki, qeyd edilən məhsullarla bağlı bəzi qeyd etdiyimiz həmin o ekspertlər tərəfindən yenidən cəfəng məlumatlar yayılmağa davam edir. Bu da təbii ki, cəmiyyətdə birmənalı qarşılanmır və əhali arasında çaşqınlıq yarada bilər. Bildiririk ki, heç bir fakta söykənməyən, elmi sübutu olmayan, təhrif edilmiş məlumatların yayılması, müzakirələrin açılması yol verilməzdir. Qida Təhlükəsizliyi Agentliyi olaraq vətəndaşları yalnız aidiyyatı dövlət orqanları tərəfindən təsdiq olunmuş rəsmi məlumatlara etibar etməyə çağırırıq.